Salam, mən doktor Ayşən Xəlilova. Bugün çox kişinin yaşadığı bir problemdən danışacağam. Enerjin azalır, qarın yekəlir, motivasiya enir və libido zəifləyir və hamı düşünür ki, artıq yaşlanıram. Amma bəzən problem yaş deyil. Problem gündəlik qidalarımızın testosteronu səssizcə aşağı salmasıdır. Videonun sonunda isə sizə praktik plan verəcəm. Ümumiyyətlə testosteron nə olduğunu yəqin ki bilirsiniz. Bu kişi bədəninin yanacaq hormonudur. Həm kişilərə, həm də qadınlarda enerji rolunu oynayır. O enerjiyə, gücə, əzələ kütləsinə, fertilliyə, motivasiya və psixoloji vəziyyətə təsir edir. Testosteronun bədənin içindəki mühərrikə təsir edən güclü yağ olaraq düşünün və yağ azalanda motor da zəifləyir. Şəkər testosteronun ən şirin düşmənidir. Şəkər yeyəndə bədəndə insulin yüksəlir və insulin artdıqca da yaşlanma artır, yağlanma sürətlənir, aromataz enzimi yüksəlir və testosteron estrogenə çevrilir. Yəni kişi hormon sistemi balansdan çıxır. Araşdırmalar göstərir ki, metabolik sindrom testosteronu səviyyəsini endirir və bu səbəbdən də qarın piylənməsi təkcə kosmetik görünüş deyil, həmçinin hormonal bir problemdir. Alkoqol hormon fabrikini söndürür. Alkoqolun təsiri iki istiqamətdə göstərir. Birincisi testislərdə testosteron sintezini azaldır. İkincisi, qaraciyərdə estrogen parçalamasını zəiflədir, yəni kişi hormon balansı pozulmağa başlayır. Endokrin cəmiyyətlər qeyd edir ki, xronik alkoqol istifadəsi hipogonadizm riskini artırır. Kofein bu zamanda problem dozada və miqdardadır. Kofein özü təkcə düşmən deyil, amma problemi budur. Axşam içmək yuxunun pozulmasına və testosteron da əsasən gecə yuxuda istehsal olduğuna görə onun ifrazına problemi gətirir. Yuxunun azalması testosteronu ciddi olaraq azaldır. Yəni siz qəhvə ilə ayıq qalırsınız, amma hormon sisteminiz gecə işləyə bilmir. Bəs praktik həll nədir? Testosteronu necə qorumalısınız? Real addımlar bunlardır. Birincisi, şəkər qəbulunu minimuma endirin. Alkoqolu məhdudlaşdırın. Kofeini günün ilk yarısını istifadə edin. 7-8 saat kəsintisiz yatmağa cəhd edin. Çəkini kontrol edin. Vitamin D, sink səviyyəsini yoxlayın və ehtiyac olarsa həkim təyinatı ilə müxtəlif qida əlavələrindən istifadə edin. Əgər sizdə son zamanlar enerjidə düşmək, qarında piylənmə, əzələ etkisi, motivasiyanızın enməsini, libido azalmasını hiss edirsinizsə, bu sadəcə yaşa bağlı deyil, hormonal siqnalınız da ola bilər və endokrinoloq qəbulunda olaraq həm hormonal panelinizi yoxlamaq, metabolik vəziyyətinizi analiz etmək və özünüzə uyğun fərdi planı əldə edə bilərsiniz. Özünüzdən müğayət olun və bu videonu son zamanlar qarın ölçüləri böyümüş, çəkiləri artmış və davamlı yuxulu olaraq motivasiyası azalmış tanışlarınıza göndərməyi unutmayın. Özünüzə yaxşı baxın.